Salam əziz müəllimlər, abituriyentlər və kanalımın izləyiciləri. Uzun aradan sonra deməli Dövlət İmtahan Mərkəzinin birinci qrup informatika abituriyentləri üçün qəbul imtahanına uyğun 20 variant sınaq imtahanının test sınaq belə deyək 7-nin izahı ilə davam edək. Çalışacağım bu 1-2 gündə bir neçə izahları paylaşım, sınaqları daha doğrusu. Biz davam edək 7-ci sınağımızla. 7-ci sınağımız proqramlaşdırmadır. Bildiyiniz kimi bu sahəyə səhv etmirəmsə 3 mövzu, 3 belə proqramlaşdırma sahəsində izaha yer verilib burada. Bircə saniyə. Deməli, proqram dilində tərtib olunmuş proqramın ümumi qiymətin nəticəsini müəyyən edin deyir. Başlayaq. Bircə saniyə qələmli aktivləşdirək. Biz başlayaq həll etməyə. Bizdən nə istəyir? Biz demişdik proqramın biraz incə məqamlar olduqca qeyd edəcəm. A bərabərdir 4. B bərabərdir 5. Onda bizim C-mizin qiyməti nə olub? C-miz olub 9. B nəyə bərabərdir? A-nın qiyməti 4 vurulsun. C-miz oldu 9. Oldu 36. Buradan davam edək. 36 üstə gəl. A-mız neçə idi? 4. 4-ün 9-a bölünməsindən alınan qalığımız neçədir? 4. Cavabımız oldu 40. Daha sonra A bərabərdir. B çıxılsın C. A-mız nəyə bərabərdir? B çıxılsın C. B-miz neçədir? 40. Çıxılsın C neçədir? 9. Aldıq nə? 31. Daha sonra bizdən ümumi nəticəni istəyir. A-nın qiyməti oldu 31. Buradan davam edək. 31 üstə gəl. B-miz oldu 40. Üstə gəl. C-miz də oldu 9. Ümumi nəticəmiz oldu 80. 80 də bizdə olmuş olur D variantı, doğru cavab variantımız. İxtiyari en natural ədədi üçün Python dilində tətbiq olunmuş proqram nəyi çıxışa verdiyin? Ümumiyyətlə, bu proqramın nəyi çıxışa verdiyi müəyyən edək. Fikir verir biz nəyə? Baxırıq, ixtiyari ümumiyyətlə, yadda saxlayın əziz abituriyentlər, əziz müəllimlər. Proqramın nə iş gördüyünü müəyyən etmək üçün mütləq bir dənə qiymət verin. Gəlin bir dənə eynə 4 rəqəmli bir ədəd verək özümüzdən. Buradan yazsaq olar yəqin ki, ikinci sualın həlində belə baxacaq. N bərabərdir. Məsələn, 4791. Məsələn. Deməli, biz bu ədədi daxil edirik. S-miz nəyə bərabər olur? S-miz bərabər olur sona, 1-ə. Yəni, sondakına da belə deyək. Daha sonra enimiz nəyə bərabər olur? Enimiz bərabər olur 479-a. Gəlirik en fərqlidirmi sıfırdan? Bəli. Onda deyir ki, aldığımız enin 10-a bölünməsində alınan qalıq S-dən, yəni 9 kiçikdirmi 1-dən? 1 idi də səhv eləmirəmsə, bəli. Kiçikdirmi 1-dən? Kiçik deyil. 9 kiçik deyil. Onda eni tam bölürük. Gedirik yeni enimiz olur 47. Düzdürmü? 47 fərqlidirmi? Bəli. İndi bu dəfə 7 kiçikdirmi? S-dən, 1-dən? Xeyr. Yenə bölürük, 4 alırıq. 4 bu dəfə kiçikdirmi 1-dən? Xeyr. Bizdə sonda S-i istəyir. S-imiz nə oldu? Bizim 1-i çıxartdı S-imiz. Deməli, mənim neçə rəqəmli ədədim olursa olsun, ədədimin ən kiçik rəqəmini çıxardacaq ekrana. Bax, 1-i çıxartdı. Əgər mən dəyişiklik baş versəm, 11652 və yaxud da 12650, nə bilim 6 filan bir rəqəm versəz, görəcəksiniz ki, ən kiçik rəqəmi ekrana çıxarmış olacaq. Deməli, Python dilində tətbiq olunmuş bu proqramın nəticəsi nədir? Baxaq. Bizə nə deyir? AA bərabərdir BB-yə. B nəyə bərabərdir? CC-yə. C nəyə bərabər? DD-yə. A bərabərdir CC-yə. A CC-yə bərabərdirsə, CC-nin qiyməti nədir? D, D, D. Düzdürmü? Böyle olur da. İndi bizə deyir ki, C bərabərdir B-yə. C B-yə bərabərdir. B-mizin qiyməti nədir? C, C, C. Bizdən nə istəyir burada? Bizdən deyir ki, C, A, A, B-nin ümumi belə deyək, nəticəsi nə olacaq? Birinci C-mizin qiymətini yazır. Elə C-mizin qiyməti nə oldu? Baxın, C-mizin qiyməti budur. Deməli, birinci olacaq C, C, C. A-nın qiyməti nə oldu? A-nın qiyməti, baxın, A-nın qiyməti budur. A-nın dəyəri D, D, D. Daha sonra
B-nin dəyəri nə oldu? B-mizin də qiyməti nə oldu? C, C, C. Belə bir variant. B variantı, bəli. B variantı olmuş olacaq. Davam edək dördüncü test nümunəmizlə. Olur, canlı belə dərsləri paylaşanda, keçən bölmələrdə də olub təbii ki, səhvlər və ya diqqətsizlik etsəm, mütləq şərhlərdə siz də qeyd edin. Mən də çalışacağam ki, diqqət edim. Daha sonra dördüncü test nümunəmizdə bizdən nə deyir? Dördüncü test nümunəmiz belədir. Bizə deyir ki, bunun deməli Python dilində tətbiq olunmuş və nəticəni müəyyən edin. Hə, ümumi qiyməti müəyyən edin. Və bizdən nə istəyir? X bərabərdir 1. Əla. 5 üstə gəl. İndi buradan davam edək də 4-dən. 5 üstə gəl kök altında 1. Bunu belə yazaq. Kök altında 1. Bunun mötərəzidə 5 üstə gəl. Bir saniyə. Bunu düzəlişilik. Sonra bölünsün. ABS. X-dan çıxıram 4-ü. X-im neçədir? 1, mənfi 3. Mənfi 3-düsə olacaq 3. Deməli 3. Düzümü? Vur 3. Davam edək. Bu mötərizənin içində olduğuna görə əməllər ardıcıllığı belə həyata keçiriləcək. 6. 6-nı 3-ə bölsəm 2. 2-ni də 3-ə vursam, bir saniyə gələm. Yəni bildiniz də, bax bu 6. Düzdürmü? 6 bölünsün 3. Aldım mən 2-ni. 2 vurulsun 3. Anladın 6. Alt da bizdə elə A variantı olmuş olacaq. Daha sonra bizdə yenə import match. Biz bilirik ki, import nə edir? Modul daxildir. Modulumuz riyazi moduldur. Floatdur, P-dir. Deməli, ifadənin, hansı ifadənin, daha doğrusu bizdə doğru yazıldığını istəyir. Gəlin bunun yazıldığı kimi belə yazalım da. Match P, mən belə yazıram. P, üstə gəl, nə deyirsə onu yazacağım. SQL kök altında bizdə nədir? X plus 1, düzdürmü? A, bölünsün, tamam. Bölünsün. Modul X-ın qüvvəti 2. Ya x üstü 2 yaza bilərəm əslində bunu. Bircə saniyə bunu buradan silək. Onsuz da riyazi ifadə kimi istəyir. X üstü 2 vurulsun 4. Düzdürmü? Vurulsun 4. Mən baxıram bunlardan hansı ola bilər? Bunu biraz da sadələşdirsəm. Burada məsələn 4 vurulsun. 4-ü keçsəm bura. Vurulsun. Kök altında x plus 1-i. Düzdürmü? Mən bölsəm modulda x kvadrata və plus pi-ni versəm, bu ifadəm alınırmı? Alınır. Burada məsələn bu deyil, bu kök altında. Bunlar yəni burada avtomatik çıxır, bu deyil. Buradakı pi bütöv burada olsaydı, yenə də burada da deyildi. Bu x kvadrat idi, bu yenə də əksi idi. Bunlar da səhvdir və bir doğru cavabımız olur A variantı. Daha sonra 8-ci test nümunəmizlə davam edək. 8-ci test nümunəmizdə bizə nə deyir? Deməli, burada nədir? Biz nə etməliyik burada? S-in qiymətlərinə fikir veririk. Burada S sıfırdır, düzdürmü? Bunun bir dəyişəndir. Böyükdürmü 99-dan? Yəni, bura qədər davam edəcəyik biz şərt ödənənə qədər və hər dəfə S-in üstünə son rəqəmi gələcəyik biz burada. Son rəqəmi gələk. Məsələn, biz bu hissədən nə elədik? Buradan bir dənə yazıram. S bərabərdir. Sıfırdırmı? 0 üstə gəl. Son rəqəm nə oldu? 9. Üstə gəl. 8. Düzdürmü? Üstə gəl. 7. Keçdik bura. Üstə gəl. 6. Düzdürmü? Üstə gəl. Mən burada 5. Baxın. Niyə burada dayanaq bir dənə 6-ya qədər gəldik mi? Gəlin burada 6-ya qədər gəldik. Əla. Qayıtdım da burada nə oldu? 345. Mən sual verir. 345 böyükdürmü 99-dan? Bəli, böyükdür. Mən yeni dəyişən 34 alırammı tam bölsəm? 345-i tam bölürəm 10-a və mən alıram 34-ü. Düzdürmü? Mən 34-ü alıram və gəlirəm burada. Burada faiz işarəsi ilə tapıram mən. Yəni 34-ü aldım mı? Burada sonra rəqəmin 5. Qalan 5 gəlməmişim. Burada üzr istəyirəm. 34-ü aldım mı?
Gəldim düşdüm aşağıya. Burada mən faizlə böləndə 4-ü alıram. Düzdürmü? Plus 4. Getdim yuxarıya. Artıq mənim 34 qiymətimdə burada 4-ü gəldim üzərinə. Bax bu mənim gəldim. Ondan sonra mən burada 34-ü burada yoxlayıram. 34 böyükdürmü 99-dan? Xeyr, çıxışa gedirəm. Artıq mən burada S-lərimin qiymətini tapacağam. 17, 24, 30. Burada nə səhv elədik biz? Bir saniyə. 17, 14, 20, 29 niyə gəlsin ki 30 olmaqdan? Burada nəyi səhv eləmişik biz? 9. A. 9'u niyə gəlsin ki burada? 9'u gəlmir burada. Tam bölür. Ondan sonra faizdir. Üzr istəyirəm. Burada bunu ala bilmir axı. Bu 9 ala bilmir. 15, 5. Baxın burada bir dənə mən bu hissədə diqqətsizlik eləmişəm. Bircə saniyə bu burada. Burada baxın. Birinci tam bölür. Faiz bölsəydə 9'u gələrdim üstə. Mən bu 9'u niyə gəlmişəm burada? Tam bölür. Bu 9 çıxır buradan. Alınan rəqəm budur mənim. 34.000 alınan rəqəm 34.567 yox. O 34.567 deyil. 345.678 ədədi alınıb. Mən bunun 8'in, 7'sin, 4 tamam ya burada mən biraz diqqətsizlik etdim. Burada da alınacaq 30. Çünki 9'u burada əvvəl bölür. 9 burada çıxır sıradan. Davam edir. Tamam, biraz diqqətli olmaqda fayda var. Davam edək 9-cu sual nümunəmizlə. 9-cu sual nümunəmizdə nə deyir? A 16'dır, B 24'dür. Bizim P dəyişənimiz var. A vurulsun B. A fərqlidirmi? Bu əslində bizə bilirsiniz nə verir? Bilirsiniz bu nədir? Bu əkobun tapılmasıdır, əkob. Əkob A və B üçün nə idi bizdə? Əbobda belə bir qaydamız var idi. Əbob. Bir dənə Evclid alqoritminə toxunaq A, B üçün. Bizdə A B-dən fərqli idisə, A B-dən böyükdürsə A bərabərdir A minus B-ni həll edirdikmi? Sonra əks halda B-dir yox qolunda B minus A-nı çıxırdıq. Sonda isə A B bərabərləşirdi və A-dan B-dən çıxardırdı biz ekrana. Bizim olurdu əbobumuzun tapılması. Əkobda isə belə bir qaydamız var idi ki, A ilə B-ni bir-birinə vururduq. Əbob AB-yə bölürdük. Həmin qaydadır. Ona görə heç istəyirsiniz hesablaya bilərik. Hasili tapırıq. Burada. Bu bizim olur hasilimiz. 24'ü 16'ya vuranı neçə edir? 24 vurulsun 16. 4 yazırıq 2 hətta. 144 səhv eləmədimsə. 4, 2, bu da edir 384. 384'ü baxın. Buradan biz hasili tapdıq. 384. A böyükdən fərqlidir. Bəli, fərqlidir. Davam edirik. Böyükdürmü? A B-dən xeyr, gəl düşürük burada B-ni. 24'dən çıxırıq 16'nı. Alırıq 8. Davam edirik. B-miz 8, A-mız 16. A böyükdürmü? Bəli. 16 çıxılsın 8 bərabərdir 8'ə. 8, 8 bərabərləşdimi? Təbii ki, bərabərləşdi. Onda bizim erimiz çıxır ortalığa. Erimiz deyirəm A-mız. A ilə B bərabərləşdiyinə görə A bizim əbobumuzdur və 8'dir. 16 ilə 24'ün əbobu bizə 8 verir. Bunun da hasili buna bölsək, gəlin bölək 8'ə. 4 dəfə 32, 64, 48. Həqiqətən də 48 D variantı doğru cavabımız olur və 48 bunların 16 və 24'ün həm də əkobudur. Yəni əkobun tapılma qaydasıdır əslində bu. Biraz diqqət etsəz, əslində əziz abituriyentlər, yəqin ki, video izaha baxanda öz abituriyentlərim də dəfələrlə alqoritm qurmaqda və ya proqramı yazmaqda biz əkob üçün bu qaydanı tətbiq etmişik. Ona görə bu məncə rahat tapşırıq idi. Bu əkobun tapılmasıdır. Davam edək biz növbəti test nümunələri ilə bircə saniyə ekranı təmizləyək. Biz davam edirik burada 5-6-cı tapşırıq.
6, 11 saniye aşağıya doğru versək, əla. Tam yerləşdi hamısı. 6-cı test nümunəmizdə nə deyir bizim? Bizə deyir ki, deməli, belə bir A dəyişənimiz var. R-dırsa, nədirsə R. Buradan yazacağım. R alınır burada 2. Düzdürmü? 2. M yazıram bura 2. Düzdür. N'yi yazıram. M oldu 3. Düzdürmü? Sonra bunların cəmi yazıram. Bunların cəmi mənə nə verir? 2 üstə gəl 3. Verdi 5'i. Virgül. Sep bərabərdir 23. Bu mənə nə verir? Sep separation idi və hər vergüldə işləyirdi. Son vergüldə işləyə bilmirdi. Son vergüldə işləyən operatorumuzun adı nə idi? End idi. Buna işimiz yoxdur. Bu end bizə lazım deyil. Separation. Parçalayır, əla və parçaladığı andan etibarən sepin içindəki qiyməti mənimsədir bura 23. Gəldi bura vergüldən sonra 3'ü daxil etdi. Yenə 23 daxil etdi və 5. Belə bir cavab variantımız da bizdə A variantı olmuş olur. 2, 23'ün daxillədi, 3, 23'ün daxili 5 yerində. Sadə test nümunələrindəndir. Davam edək 7-ci test nümunəmizdə. Deməli, bizdə nə deyir? Baxırıq, x hər biri üçün 14 qiyməti daxil edilərsə. Deməli, bizim x-imiz də 14'dür, y-imiz də 14'dür, düzdürmü? Z-imiz də 10'dur. X y-ə bərabərdirmi? Hə. Hədisə oldu 1. And y üstə x. Neçə edir? 28, bu da 29. 29 100'dən böyükdürmü? Xeyr, yox. Yəni, bu ödənmədi. Yox. Bura düşmürük. Gəlirik bura. Z-imiz nəyə bərabər olur? 28'ə. Və mənə deyir ki, print Z-i, yəni 28'i vur 3'ə. 28'i də 3'ə vuranda 4, 84. 84 də bizdə Y variantı. Bax, bizim AND operatorumuzda bir dənə bu hissəyə toxunaq. Hər iki tərəf doğru olmalıdır və burada bu cəm belə 28 plus 1, 29. 29'un 100'dən böyük olmadığını görürük də. Yəni, bura düşə bilmərik biz ödənmədiyi halda. Daha sonra 10-cu test nümunəmizlə davam edək. 10-cu test nümunəmizdə septik. Gələk burada yoxlayaq. Sep hər hansı bir dəyişəndir. Bunlara biraz yəni belə önəm verməyin desək daha doğru olar. A-dır, B-dir. Belə düşünün. Sep yəni dəyişənim 1 kiçikdirmi 8'dən? Bu ilə gedirik. 1 kiçikdir 8'dən. Bəli. Sepim olur nə? Yeni sep deyilir bu. Sep nə deyirəm buna? Step. Step olur nə? 1 üstə gəl 3. 4. Yeni step oldu 4. Və print edirəm əti. Baxın, mən burada ət işarələrini çəkəcəm. Ət işarəsi. If gəlir 4. Böyükdürmü 5'dən? 4 5'dən böyükdürmü? Xeyr. Onda gəlirəm elifə. 1-2. 4'ü 2'yə böləndə fərqli də 0'dan qalıq. Yox. Yox. Bunu da ödəmirəm. Burada ödəmirəm hal-hazırda. Mən edirəm. Mən gedirəm, bu 2 dənə ət işarəsini çap edirəm. Ət. Ət, bu işte ətlər bitdi. Yeni steplə davam edirik. Stepim nədir? 4'dür. Gəlirəm yuxarıya. Vay, yeni yoxlayıram. Step 4. Mən hardan davam eləsəm, siz daha yaxşı başa düşürsünüz. Məncə buradan davam eləyək altından. 4 kiçikdirmi 8'dən? Küçükdürmü? Bəli, ödənir. Yeni step olur nə? Step oldu 4 üstə 3, 7. Düzdürmü? Artıqlamasını yazmayan 7. Bir dənə ət işarəsi burada bir dənə çap elədik. Gəldi düşdü aşağıya, deyir 7. Böyükdürmü 5'dən? Bəli, 3 dənə ət işarəsi çəkirəm bura. 1, 2, 3. Təbii ki, bu ödənirsə bu else girmirik və gəlirik. Burada printdə sonda 2 dənə ət işarələrimizi çap edirik. Gedirik. Daha sonra 7 ilə davam edirik. 7 kiçikdirmi 8'dən? Bəli. İndi davam edirik. Bəli. 7 üstünə stepin yeni qiyməti oldu nə? 10. Step 10 oldu. Düzdürmü? 10. Bir dənə ət çəkirəm bura. Yəni ət əslində print eləyirəm deyə də, yəni. Daha sonra mən aldım nə? 10 qiymətin. 10 böyükdürmü 5'dən? Bəli. 3 dənə də burada ət işarəsi çəkdim mi? Ət işarəsi.
Daha sonra onun yox 5-dən böyükdür. Buna giriş eləmirik bu ödəndiyinə görə. Daha sonra 2 dənə də ət işarəsi çəkib printi sonlandırırıq. Və bizdə ümumi printlərin sayını istəyir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. 15 dənə printimizdə ət işarəsi olmuş olacaq. Nəsə aydın olmasa videonu dayandırarsınız. Ümid edirəm anlaşılır oldu. Biz demişdik ki, ifin ödəndisə, elifə baxmırıq. If ödənmədisə elifə düşür daha bilirik. Belə bir ardıcıllığımız da var idi. Davam edirik 11-ci sual nümunəmizlə. Bircə saniyə ekranı təmizləyək. Biz davam edək sürətli formada. 11-ci test nümunəmizdə nə deyir? Dil Python dilində tətbiq olunmuş proqramın 11-də nəticəsi nə olacaq? Əla. Gələk buna baxaq. Bizdə burada nə istəyir bizdən? Bizə deyir ki, enim 5-dir. Buna işim yoxdur. Esim də 0-dır. Range nə qədər davam edir burada? 5-dən 5-in kvadratı 25-ə qədər. Düzdürmü? 5-dən 25-ə qədər davam edir və and desəm mənim hər iki operatorum bu doğruluq olmalıdır, hər iki tərəfin. Və mənə deyir ki, bu alınan 5, məsələn 5. 3-ə bölünəndə bir dənə qalıq qalırmı? Məsələn. Yox, məsələn də 5, yox. Və yaxud da bu. Demək, mən burada nə etməliyəm? 5-ə bölünənləri, ümumiyyətlə, 5-ə bölünəndə, daha doğrusu qalığı 2 alınanları, 5-ə bölünəndə qalığı 2 alınanları, belə deyək də, bunu bu cür də davam elətdirə bilərik əslində, məncə hə. 5-ə bölünəndə qalığı 2 alınan bu aralıqda 5 olmur, 6 olmur, 7-dən başlayır, düzdürmü? 7 üstünə 5, 12. 12, 12 üstünə 5, 17, 17 üstünə 5, 22-də dövr dayanır. Bunlar nədir? Bunlar mənim 5-ə bölünəndə, bu dövrdə, rangedə, 5-ə bölünüb qalığı 2 alınanlarımdır. Amma mənim eyni zamanda burada düz alınmalıdır ki, mən bu ifadəm ödənsin, esimi çap edin. Deməli, baxıram, 7, 3-ə bölünəndə bir dənə qalıq qalırmı? Bəli. Deməli, mənim bir qiymətim 7-dir. Deməli, esim neçə idi? 0 idi. S bərabərdir 0 üstə gəl, 7 üstə gəl. 12-ni 3-ə böləndə bir qalıq qalırmı? Xeyr. 17-ni 3-ə böləndə xeyr, 2 qalıq qalır. 22-ni 3-ə böləndə bəli, 1 qalıq qalır. Deməli, bunun üstündə 22 gəlirəm. Və doğru cavabım olacaq. Məndən S istəyir təbii ki, 29. 29 alınmış olur. Daha sonra 14-cü test nümunəsinə baxa biraz çəkərik aşağıya doğru. 14-cü test nümunəmizdə nədir? Bizə deyir ki, klaviaturadan 7 daxil edilərsə, bizdə qiyməti nə olar? Bu ifadəndə, yəni ümumən 14-də bizdən belə bir şey istəyir. Gəlin yenə 7 verək. Görək nə baş verir burada. N7 olarsa A1-dir, B1-dir və burada range davam edir, hara gedər? Deməli, 2-də başlayacaq, 2-dən, buradan yazacaq, 2-dən 7 plus 1, 8-ə qədər. Düzdürmü? Daha sonra biz baxaq buna, əslində, baxaq. Erimiz nə olacaq? A plus B. Erimiz oldu 2. Düzdürmü? 2. Mən bunu buradan belə yazmayayım. Bircə saniyə, mən deyəcəm sizə necə. İ'nin, buradan qiymətlər verək. İ'nin 2 qiymətində, buyur Fuad. Bircə saniyə. Deməli, biz davam edək buradan. Bircə saniyə, mən nə elədim bunu, bunlar gəldi ekrana. Qələmi götürək. Deməli, biz burada, mən nə istəyirəm, izah edim burada sizə. İ'nin ala bildiyi qiymətlər var. Bax, ona uyğun olaraq, baxaq görə bu nələr alacaq? İ'nin 2 qiymətində dövrümüzdə. Erimiz nə olacaq? Erimiz də 2 olacaqmı? A plus B 2. A'mız nəyə bərabər olacaq? B'yə. B'miz neçə idi? 1. Deməli, B'miz nəyə bərabər olacaq? R-ə. B'miz neçə idi? R, yəni B'miz R-ə bərabər olur da burada. R-miz də 2-dir. Düzdürmü? Bu mənim 1. Keçirəm bura. İ'nin ikinci dövrdə nə olacaq? 3 qiymətinə. İ'nin 3 qiymətində A ilə B'nin cəmi nədir? R-im olacaq 3.
A ilə B-ni cəmlədim. A bərabərdir B-yə. A B-yə bərabərdirsə, A-nın yeni qiyməti 2-dir, B-nin bərabərdir R-ə. R-in yeni qiyməti nədir? 3-dür. Düzdürmü? Daha sonra biz devam edirik. Buradan biraz aşağıya doğru çəkəcəm. I-nin 4 qiymətində. I 4-ü də alır. I-nin 4 qiymətində. R-im olur 5. Əslində burada bir məqam var. İndi yəqin ki, indi görəcəksiniz bu məqamı nədir. Biz devam etsək biraz. Bu 3'tür təbii ki. Bu nə pis 3 alındı burada. 3. B-miz də olacaq 5. Düzdürmü? Yeni R aldı. Yəni devam edirik. I-nin 5 qiymətində. I-nin 5 qiymətində R-im olur 8. A-m olur 5. B-m olur 8. Düzdürmü? Yəni ki, görürsünüz artıq burada nə baş verir. Fibonacci ardıcıllığını hiss edirsiniz. I bərabərdir 6. R bərabərdir 8 ilə 5-in cəmi 13. Düzdürmü? A-nın yeni qiyməti B-yə, yəni 8-ə B-yə bərabər olur. B-nin yeni qiyməti 13-ə bərabər olur. Və buradan biraz xətt çəkirəm. I-min 7 qiymətində baxıram. 6-nı yoxladım 7. 7 mənim son qiymətimdir. Dövrdən çıxdığım qiymətdir. R-im olur 13, 8, 21. A-m olur 13. B-min qiyməti və B-m olur 21. Bu əslində Fibonacci ardıcıllığı da 1, 2, 3'ü verir. 3, 2, 5'i verir. 5, 3, 8'i verir. 8, 5, 13'ü verir. 13, 8, 21'i verir. Bu özündən sonraki ədədlərin cəmi. Buna işim yoxdur mən burada. Mənə burada məsələdə diqqətli olun ha. Deyir ki, daxil edilərsə hansı qiymətlər ekranda əks olunmaz. Əks olunmaz. Baxın, 3 əks olunurmu? Olunur. 5 əks olunurmu? Olunur. 21 əks olunurmu? Əslində bizim 21 qiymətdə olunur. 8 əks olunurmu? Bayaq olunmuşdu burada. Bəli, olunur. Deməli, 34 olunmur. Biz burada biraz diqqətli olmalıyıq. Hansı qiymət deyir, əks olunmur. Bu, ümumiyyətlə, proqramlaşdırma sahəsində həm vaxt aparanda, həm də biraz çalışacağım mövzulara da izahına toxunum. Bilirəm, video uzanır, video çox çəkir və düşünməyək ki, və bu video izahlarda biraz əlavə izahlara da yer verirəm. Ona görə də nələr aydın olmasa, siz şərhlərə qeyd edin, biz onlara çalışarıq bacardığımız qədər vaxt etdikcə toxunaq ki, sizə də hər şey anlaşıqlı və aydın olsun. Deməli, davam edirik biz burada 12-ci və 15-ci test nümunəmizlə. 12-ci test nümunəmizdə nədir? Bu da yerinə qiymət qoymaq. Yəni, proqram tərtib olunmuşdur və nəticəsini müəyyən edin deyir. Bizdə deyir ki, T-nin qiyməti nə olar? T bizdə int tipində. Deməli, kök altında 20-nin int tipin. Kök altında 20-dən təqribən 4. Yəni, T-im olacaq tam tip istədiyinə görə 4. T-ni tapdıq. Daha sonra T plus 1. Deməli, mən burada dövrüm 1, 2, 3. T-im 4-dürsə, deməli 5-ə qədər davam edəcək, ən sonuncu 4-ü alacaq. Deməli, bununla da bu hissə də mənə aydın oldu və mən gəlirəm bunların içərisində indi n-in i-yə qalıqsız bölünməsi. Mən başlayıram bir-bir bunları yazmağa. N-i qalıqsız bölürəmsə, deməli, n-im necədir? Buradan davam edək. 20%-lə birini yazacağım, davamında yazmayacağım. Yəni, bu nə bildirir mənə? 20 1-ə qalıqsız bölünürmü? Bölünür, o zaman S-im. S-im nədir? 0. Üstə gəl i. İ'm nə oldu? 1. Düzdürmü? S-im oldu 1. B-im isə n-im neçə idi? 20-nin. Tam bölünməsindən alınsın. 1, 20. B-im oldu 20. S-imin yeni qiyməti oldu nə? 21. Çünki 1 nə? S-in cəmi. Düzdürmü? 21. Daha sonra davam edirik buradan. Gəlirik bura. Buradan mən davam edə bilərəm də yəqin ki. 21. Deməli, mən yeni n-imlə davam edirəm. İndi deyir ki, 20 faiz işarəsi 2 bərabərdirmi 0-a? Yenə hə deyirəm. S-im oldu nə? 21. Üstə gəl. i-ni 2-ni aldım 23. Düzdürmü?
B-mi tapıram. B-im də bərabərdir n-im 20 tam bölünsün. İyim neçəydi ki? Aldım 10. B-min yeni qiyməti 10 oldu. S-im də oldu 23 plus 10 33. Düzdürmü? 33. Daha sonra mən dövrü qaytarıram geri yenə. İndi gedirəm 20-ni faizlə 3-ə bölürəm. Mənə verirmi 0-ı? Xeyr. Vermir, mən burada artıq yəni bu hissəyə giriş eləmirəm və gəlirəm 20-ni tam yəni faizlə 4-ə böləndə alınırmı 0? Bəli. O zaman alıram nə? S-in bərabərdir 33 idi də səhv eləmirəmsə. Hə 33. 33 plus 4 37. S-im oldu 37 və 20-ni tam böldüm 4-ə. Bir saniyə. Aldım 5. Davam edirəm. S-in bərabərdir S plus B-ni. B qiyməti ilə 37 üstə gəl 5 aldım 42. Deməli, bizdən də soruşur S-in son qiyməti. Burada da T kvadrat bərabərdirmi N-ə? 5-in kvadratı bərabərdirmi N-ə? Xeyr, burada da çıxmırıq. Çünki şərt yoxlayır. Burada ödənmədiyinə görə gəlir burada B variantı 42-ni almış olur. Deməli, L bərabərdir 15-ci sual tapşırığına baxaq. L bərabərdir 1 və 15-də bizdən 15-də bizdən soruşur ki, if L 1-ə bərabərdirmi? Nələrdə bərabərdirsə, bəli, 1-1-ə bərabərdirmi? Bəli, nidanı gəldi, çap elədi. 1, 2-yə, 1-i, bir saniyə, 1-i faizlə 2-yə böləndə mənə 1 verəcəkmi? Bəli, onda DS-i də çap edir, print edir. Daha sonra 1-i tam 4-ə böləndə mənə 0 verirmi? 1-i 4-ə tam böləndə bəli, dolları da çap etdik. Daha sonra deyir ki, 1 böyükdürmü mənfi 1-dən? Bəli, faiz işarəsindən çap edir. Daha sonra elifə düşmür təbii ki. Hə, burada deyir ki, hansı işarə əks olunmaz? Gördük ki, nida əks olundu. Faiz əks olundu. DS əks olundu. Dollar əks olundu və bərabər işarəsi əks olunmur. Doğru variantımız olur. B variantı. Davam edək 13-cü test nümunəmiz 13 və 16. Bir saniyə. 13 və 16-cı test nümunələrimizlə davam edək. 13-cü test nümunəmizdə bizə nə deyir? S bərabər 0. Proqram tərtib olunur və proqramın nəticəsini 13-də bizdən istəyir. Yenə də eyni qayda da əslində, eyni prosedurlar tətbiq olunur. Burada da birinci növbədə biz baxırıq dövrümüzə. Dövrümüz nə ilə davam edir? 3-ü alır, 4-ü alır, 5-i alır, 6-nı almır. Düzdürmü? Gəlirik burada yoxlayırıq. Yəni burada 3 faiz işarəsi 2 fərqlidirmi 1-dən? Yəni 3-ü 2-yə böləndə 1-dən fərqli alırıqmı? Xeyr. Birin özünü alırıq da, yəni 3-ü 2-yə böləndə. 3-ü 4-ə böləndə xeyr, bu da ödənmir. 3-ü 5-ə böləndə xeyr. Else bəndindən davam edirik. Onda alırıq nə? S-imiz nə idi? 0 üstəgəl. X-imiz nə oldu? 3 üstəgəl 2. S-im oldu nə? 5. Və mən S-im 5 aldıqdan sonra mən bu dövrü də icra edirəm. Alıram. S-im oldu 5 üstəgəl 3 üstəgəl 1. Mənim yeni S-im nə oldu? 9. 9 qiymətini yadda saxlayıram və davam edirəm. 3 qiymətini yoxladım. Gəlirəm 4 qiymətini. 4-ü 2-yə böləndə birdən xeyr, bunu yoxlamıram. 4-ü 4-ə böləndə xeyr, bu da ödənmir. 4-ü 5-ə böləndə xeyr. Yenə gəlirəm S-imin bu qiymətində. Mən onda yenə alıram buradan bərabərdir. S-im neçə idi? 9 üstəgəl 4 üstəgəl 2 qiyməti. Bu da alınır 13, 15. Düzdürmü? Daha sonra bunu icra edirəm. S-in bərabərdir. Bu S-dir. 15 üstə 4 üstə 1. 15 üstə 4
üstə 1, 20. Daha sonra davam edirik. 20 qiyməti. Gedirəm, növbəti 5-i yoxlayıram. 5-i 2-yə böləndə qalıq 1 alınırmı? 5-i 2-yə böləndə, bəli. Onda mənim S-im neçə idi? Buradan davam edirəm. S bərabərdir 20. Üstəgəl 5. Üstəgəl. Mən burada nəyi səhv yazdım? Bircə saniyə buradan dala bircə saniyə bu hissəyə qədər silim. 9, bir saniyə, bir saniyə. Burada nəyisə toplayanda səhv eləmiş oldum mən. Bura qədər 9, düzdürmü? Gəldim mən 4 qiymətində. 4 qiymətində. 4-ü 2-yə böləndə birdən fərqli alırammı? Xeyr. 4-ü 1-ə böləndə xeyr. 4-ü xeyr. Gəlirəm burada. Burada nə alıram mən? Deməli, buradan davam edək. S bərabərdir. 9 üstə gəl 4, düzdürmü? Üstə gəl 2 bərabərdir 15-ə. Düzdür? Daha sonra S-i icra edirəm. S-in bərabərdir 15 üstə gəl 4 üstə gəl 1. Aldım 20. Daha sonra davam edirik. Düzgün yazmışmışam. Deməli 5 qiyməti ilə. 5-i 2-yə böləndə qalıq 1 alınırmı? Bəli. 5-i 2-yə böləndə qalıq 1 alınırmı? Bəli. S-im neçə idi? S-im bərabərdir 20 üstə gəl 25, yəni x-in 5 üstə gəl 2. Aldım 27. Daha sonra 5-i 4-ə böləndə qalıq 1 alınırmı? Bəli. S-im olur. S-im neçə idi? 27 üstə gəl 5 üstə gəl 3 bərabərdir 35-ə. 32, 35. Daha sonra 5-ə böləndə xeyr, gəlirəm bura. S-im bərabərdir. S neçədir? 35 üstə gəl 5 üstə gəl x. X daha doğrusu üstünə gəl 2. 42. Düzdürmü? Daha sonra S-im S bərabərdir. 42 üstə gəl 5 42 üstə gəl 5 üstə gəl 1. Mən burada nəysə səhv elədim. 48 bir dənə artıq cəmləmə aparmışam. Harda aparmışam onu tapa bilmədim. 13, 15. 15-in üstünə 4 yanında 19, 1, 20. Burada cavab 47 eləməlidir. Amma mən burada toplayarkən nəysə səhv elədim. Harda elədim onu bilmədim. Ay, 4-ü 2-yə böləndə üzr istəyirəm. Çox üzr istəyirəm. İkinci addımda. Çünki bu testdə bircə saniyə. Ay, mən burada yenə də diqqətsizlik etdim. Deməli, burada birinci bənd düzgün idi. Yəni 5 üstə 3 x-imi üstə gəl 1 bərabərdir 9. Düzdürmü? Vallahi. Bu hissədə burada 4 qiymətində diqqətli olmadım yenə. 4-ü burada bu hissədə mən deyirdim də burada nəyisə səhv biri sildim hələ. 4-ü axı qalıqla böləndə demir ki, bir 4 idi bu. Hə. 4-ü 2-yə böləndə birdən fərqli alınırmı? Bəli. Çünki 0 alınır. Birdən fərqlidir. Onda S-im olur mənim S plus 9 plus 4 plus 2. 9'un üstüne 4 plus 2 15. Düzdürmü? 15. İndi sonra yoxlayıram. 4-ü 4-ə böləndə xeyir. 4-ü 5-ə böləndə xeyir. Gəlirəm bura. Onda mənim S-im olur S 15 üstə gəl 4
üstəgəl 2. Bu verir mənə 19, 21. Esim olacaq növbəti icrada 21 üstəgəl 4 üstəgəl 1. 26. Düz verəcək. İyi, 5-ci də burada. Gəlirik 5-ci haqqında. Niyə yoxlayırıq 5-cidə? 5 2-yə bölünür 1-dən fərqlidirmi? Xeyr. 4-ə bölünür 1-dirmi? Bəli. Onda mənim esim nəyə bərabər olur? S 26 üstəgəl 5 üstəgəl 3. 31 bu oldu 34. Düzdürmü? 34. Daha sonra 5'i bu fərqlidir. Gəlirik bura. S'imiz olur nə? S 34 üstə gəl x'im 5 üstə gəl 2 39 41. Yenə də səhvə yol vermədimsə, əvvəlcə gecələr dərs çəkmək. Gecə vaxtı olur, onda diqqətsizlik etmək olur. Yəni alınan bir şeylərdir bunlar yəqin ki, anlaşıqlı. Yəni bizi üzürlü sayırsız təbii ki, ekran qarşısında izləyərkən. S'imiz olur 41, x'imiz olur 5. 41 üstə 5 üstə 1, bu da olur 46, 47. Doğru cavab variantımız olur 47-ci. 47 C variantı olmuş olur. C variantını qeyd edin. Daha sonra davam edirik 16-cı test nümunəsi ilə. 16-cı test nümunəmiz də bizim əslində belə deyək də görünən tərəfi var da bunun, amma bunu çalışacağam yenə də həll edək və sonda o görünən tərəfindən danışarıq. Qiyməti verək 49. Düzdürmü? Esim K getdi, yəni 49 gəlirəm burada yoxlayıram. 0-ı erim bərabərdir. 49-u faizlə 7-yə bölündə burada nə alınıb? 0. Erim burada esim oldu. 0 üstə 1 vur 0 üstə 1 vur 0 elə 0. K'm da bərabərdir 10. Eni də tam bölürəm. Enim alınır nə? 7. Gedirəm burada 7 böyükdürmü 0-dan? Bəli. Gəlirəm 7 böyükdürmü erim olur 0. Deməli esim olur 0 üstə gəl 10 vur 0. Bu da 0. K'm da olur 100. Düzdürmü? Enim də olur burada 7, 7 tam böləndə 1. Gedirəm bura 1 böyükdürmü 0-dan? Bəli, erim olur 1. Esim olur 0 plus 100. Düzdürmü? 10, 100. Deməli, K'm da olur burada 1000. Nəysə, bu bizə lazım deyil. Bizdə burada nə istəyirdi? S istəyirdi. Əslində S tapmış oluruq biz burada 100. Düzdürmü? S 100-dür. Yəni bu getdi. Amma burada yadda saxlayın əziz abituriyentlər, əziz tələbələr. Bax bu hissələr var ya, bax bu hissələr. Bunun bir dənə rəngini dəyişək bircə saniyə. Deməli burada baxın bu. Bax bu hissə. Bax bu hissə var ya, bu hissənə, bu hissə. Ümumiyyətlə bu bir say sistemindən digərinə keçməkdir. Qalığa əgər hansı say sistemi əsası baxın, əsasını göstərir. Bu 7-lik say sisteminə keçməkdir. Həqiqətən bunu belə də yazsınız, bu 100-ü verir. Onsuz da 100-dür orada cavab. Və 49-dursa onluqda bunu biz x7-liyə keçsək, onsuz da demişdik ki, 7-nin kvadrat şəklində göstərilə bilirsə, bir yanda 2 dənə 0 7-likdə yazmaq olar və yaxud da ki, adi qaydada 49-u da 7-yə bölürsünüz. 7 dəfə 49, 0, 7, 7-yə bir dəfə, 7, 0. Bu da əks istiqamətdə yazanda, yəni istənilən halda 100-ü verir. Bu, onluq ədədin, yəni 49-u 7-lik say sistemində keçilməyi deməkdir. Yəni, burada diqqətli olaq. Deməli, biz davam edək, ekranı təmizləyək. 16, hələ var suallarımız, 17-ci sual nümunəmizlə. Bircə saniyə bunları təmizləyək, davam edək. Deməli, biz davam edirik. 17-ci test nümunəmiz. 17-də nə deyir? Deyir ki, bunu aşağıya çəkə bilmədim, bir dənə heç nə olması biraz çəkərəm. 17-də deyir ki, n dəyişəni daxil olunmuşdur. Ən kiçik qiymətində proqram 6 qiymət ədədini çıxışa verər. Yəni, hansı n dəyişəni daxil olmuş hansı ən kiçik qiymətdə? Ən kiçik qiymətdən söhbət gedir. Əslində, bu tiplərdən biz alqoritmlərdə yazmışıq. İndi burada bir də məsələmiz var da. S burada, baxın burada. S-in buradakı dövrü belədir də. Deyir ki, n dəyişəni daxil olunmuş hansı ən kiçik qiymətində proqram 6. Mənə burada S6 çıxartmaq üçün bu nə olub ki?
S'in birinci sıfırdır, düzdürmü? Baxın, 0 üstə gəl 2, üstə gəl 2, üstə gəl 2 bərabər 6 olub da. Deməli, bu 3 dəfə mənim üçün dövr deyib. Öyle olmurmu? Baxın, 3 dəfə dövr baş verir. Onda buradan baxın burada. Mən nə alıram? N vurulsun, 2 vurulsun, 2 vurulsun, 2. Düzdürmü? Buradan aldım ki, 8 vurulsun N. Mənim N-imin qiyməti 8 vurulsun N-dir. Baxın, buradan gətirib qoy. While. Bax, N kiçikdir 50 şərtində. N-im nə oldu mənim? 8N. Biz demişdik, kiçikdinin əksi nə olmalıdır? Böyük bərabər 50 deyilmi? Bunda N-im bizdə burada bərabərlik şərtində bərabərdir 6 tam neçə? Bu da 7. N-in 7 qiymətində burada Y variantı olur. 6 tam neçədir? 6 olsa, baxın, gəlin 6 götürək. 6 vurulsun 8 olacaq 48. 48-də çıxışa çıxmayacaq axı. Bu 48 axı kiçikdir. Ödəyir 50-dən. Ona görə biz 7 qiymətində 7, 8, 56, yəni ilk qiyməti 7-dir. Daha sonra davam edək. Proqram icra edilərkən öncə 102, daha sonra 9 daxil edilib. Yəni 102 A-nın qiyməti 102-dir. B-nin qiyməti 9-dur. Və bizdən sual verir. A, deməli, böyükdürmü? Nəticəsi nə olar deyir də bizə bir sözlə. Böyükdürmü? Bəli. Burada da bir dənə şərtimiz var. Burada baxın, bu var bu hissə. Bu nədir? 102 çıxılsın 9, düzdürmü? Bu nə qədər davam edir? Mən bilmirəm. Vurulsun en qədər. Düzdür? En qədər. Mən amma bunu A-nın qiyməti də bu mənim üçün. A-nın qiymətidir. Mən burada A-nın qiyməti kimi while-da belə yazsam 102 çıx 9 vur n-imi. Əgər dövrün belə deyək də böyük bərabərdir B. B şərtim də neçədir? 9. Budursa hərlə davam edir. Deməli, bunun əksi nədir? Kiçikdir. 9. Onda buradan alıram ki 9 enim böyükdür. 102-dən 9 çıxanda 93. Çıxada bilmirəm. 93. Enim bərabərdir. 10 tam yenə neçə? 10 olsa 90, keçirdə o tərəfə. 10 tam neçə? Mən düşünək ki, 10 verirəm buna. 10 olsa 90 olacaq. Axı 90 93-dən böyük deyil. Deməli, bunun təqribi qiyməti olaraq 11. 11, 99 ilk qiyməti istəyir nəticəsində. Burada da 11 yox. İlk qiyməti istəmir məndən. Mən enimi tapmışam. Hə, enimi tapmışam. Məndən deyir ki, A-nı tapayım. Tamam, burada yerinə qoya bilərəm də. 102 çıxılsın 9 vurulsun 11. Buradan da alıram 102 çıxılsın 99. Bu da alıram 3 variantın. 3-də Y variantı olmuş olur. Əgər desəydi N'in hansı qiymətində 11, bizə A-nı istəyir. Ona görə 3-ü tapmış oluruq. Daha sonra burada bu da rahat sual nümunələrindəndir. Sualların yerinə nə olmalıdır? İnsayda natural ədəd daxil edilir. Ümumiyyətlə, natural ədəd daxil edilib bizdə while nə qədər ki, burada birinci növbədə buranı mən tapa bilirəm. I bərabərdir, I plus 1-dir. Bu aşkar məsələdir. Və burada bir daxil n sayda ədədin hasilini tapan. Əgər mənim n sayda ədədimdən söhbət gedirsə, daxil edilən n sayda ədədin hasili S bərabərdir, niyə i olmasın? Klaviaturdan daxil edilən n sayda natural ədədin hasili. S bərabərdir, S vurulsun i. I olmur. Burada int input kimi daxil edilən. Çünki ədədin hasili. Burada S-i-nin hasili deyil. Ona görə də daxil edilən ixtiyari ədəddən söhbət gedir. Burada S bərabərdir, S vurulsun int input. Əgər bunların daxil edilmiş ədədlərin, məsələn, ardıcıllığın hasili olsa, burada bizdə bircə saniyə variantlara baxaq. Belə bir dənə doğru olan bu qalır burada. Budur və bunun sonuna baxsaq bu. Və burada ədədlərin hasilini daxil ediləcək n sayda natural ədədini. 5, 10, 15, 25, 35 nədirsə n sayda. Ona görə də A variantı doğru cavab olmuş olur. Davam edək növbəti 19-cu və 22-ci test nümunələrindən bircə saniyə.
19, 22. Hayır, ekran aşağı çəkmə məcburiyyətindəyik, heç nə olmaz. Bizə nə deyir burada? 19-cu test nümunəmizdə diqqətli olmaqda fayda var. X-in bərabərdir 0. Yenə baxın. X 0, yəni kiçik bərabərdirmi 100-dən? Deməli, burada nə baş verir? Bax, bu dövr nə qədər davam edir? Vur en qədər olurmu? Mən bilmirəm dövr sayım. Vur en qədər. Onda burada nə baş verdi? Baxın. 2n, düzdürmü? Əgər mənim bu şərtimdə dövr davam edirsə, mənim kiçik bərabər şərtim böyükdür şərtində dövrdən dayanarmı? Bəli. Enim böyükdür 50-dən. Deməli, enim 50-dən böyükdürsə, böyük şərti ödənirsə, mənim enim 51-də ən kiçik qiymətim. Bizdə neçə dəfə icra olunacağı müəyyən edin. Hə, deməli, 50 dəfə icra olunsa 100-ün özün bərabər alır. Çünki 50-yi 2-yə vuranda 100, 100-ün özündə hələ yenə davam edir. Deməli, 51-də. 51-də olacaq. Yəni 19-da olacaq 51. Çünki 51 olanda artıq dövrdən çıxacaq. Burada deyir ki, proqramın icrası nədir? Bu olur 200. Əla. I böyükdürmü 0-dan? Bəli. C 0 üstəgəl 200-ün kubu. İni bir vahid azaldır bu dəfə. İm olur nə? 199. İndi bu dəfə olacaq plus C-nin üstünə 199-un kubu. Plus 198-in kubu. Nə vaxta qədər? Plus 1-in kubuna qədər kub. Burada da 1-dən 200-ə qədər. 1-dən 200-ə qədər natural ədədlərin kubları cəmi. Bəli, Y variantı 22-də olacaq. 22-də Y variantı. Çünki hər dəfə eyni bir vahid azaldır və bunların da kublarıdır da. Orada da deyir natural ədədlərin cəmi. Xeyr, bu deyil. Bunlar ümumiyyətlə bu parçalar deyil. Çünki 200-ün özünü alır. Burada natural ədədlərin cəmi də deyil. Kublar cəmi burada aşkar görünən bir şeydir. Davam edək. Biraz ekranı yenə çəkək aşağıya doğru. Burada Pythonlar uzundur deyə tam olaraq ekran tutur. 20-ci sual. 20-ci sualda bizə nə deyir? M və X natural ədədləri üçün S dəyişəninin çıxış qiyməti hansı ifadə ilə təyin edilə bilər? Aha, burada da yenə təyinat deyir. Ümumiyyətlə, alqoritmdir, Pythondur. Təyinat deyirsə, təyinatı həll etməyin ən rahat yolu qiymət verməkdir. Burada da baxaq biz, X müəyyən bir ədəddir. Heç qiymət verməsiyik. Gəlin bir də qiymət verməyə M verir. Qiymət versiyid olar, verməsiyid əslində. Yenə də baxaq. 1-dən n plus 1-ə qədər. Elə adi qaydada götürək, elə 1. S-in burada nə olacaq? Bir dəqiqə, S-im 0-dır, P-im X-dır, plus X. Burada nə olacaq? Deməli, P-im X-dır, X vur X, P-im oldu X kvadrat. Düzdürmü? İkinci dövrdə nə olacaq? Buradan alırıq. S-im oldu X. Düzdürmü? Üstəgəl P-imi X kvadratı. Bu nə olacaq? P-im olacaq nə? X kubu. I plus bu hər dəfə bunun üstünə X-in kubu. Üstəgəl X-in üstü 4 plus. Ta ki X üstü N-ə qədər davam edəcək. X üstü N-ə qədər. Bu da C variantı olmuş olacaq. 23-cü test nümunəmizə baxaq. Bizdə nə deyir? T0 fərqlidirmi? Bəli. İndi başlayaq buradan həll eləməyə. Deməli, bizdə T0-dır. N fərqlidirmi 0-dan? Bəli. T vurulsun 10. Yəni 0 vurulsun 10, 0. Buradan burada yaza bilərəm də. T bərabərdir. 0 üstəgəl. N-i 10-a böləndə burada alındı nə? 4. Aldım T-ni 4. N-im nə olacaq? N-im 10-a tam bölünəcək. Alınacaq, deməli 32.214 idi. Alınacaq 3221. Düzdürmü? 4 getdi. Daha sonra davam edirəm. Fərqlidirmi? Bəli. Bu dəfə T-ni 10-a vururam. Deməli, T-im olur nə? 40 üstəgəl. Burada 1. T-im oldu 41. Düzdürmü? N-im nə olacaq? N-im biri də bölündü. 322. Daha sonra davam edirik. T bərabərdir. 41-i 10-a vururam. 410 üstəgəl. Deməli, 332-ni, 322-ni faizlə 10-a bölürəm. Alıram 2-ni. Buradan aldım 412. Düzdürmü?
Enimi yenə bölürəm, alıram enimi 32. Daha sonra davam edirəm. T'im bərabərdir. 412-ni 10-a vuranda 4120. Düzdürmü? Üstünə 2 gəlirəm. Böldüyüm alına qalığım. 4122. Düzdür? Enim isə bir dənə də tam bölürəm. Alınır 3. 3. Daha sonra T bərabərdir. 4122-ni 10-a vururam. 0 artıram arxasına. 41220 üstünə gəlirəm. 3-ə böləndə 3. Bu da bərabər 41123. Enim də olur artıq 0 fərqli deyil. Çapa nə verdi? 41000. Deməli 41223. Əslində fikir versəz bu ədədə. Bu ədədim nə idi? 3220. Yox, 32214. 32214-ün əksi də elə bil. Əksidir. Yəni əksinə düzülüş formasıdır. Ona görə də burada cavab doğru cavabımız olur. Yəni variant deyil, bunlar açıqdır. 41223 olmuş olur. 24-cü test nümunəmiz bir saniyə ekranı çəkir aşağıya doğru. 24-cü test nümunəmizdə nədir? 24-dədir ki, daxil edilərsə n oldu 10. N'im oldu 10. Gəlin buna baxaq bir də. N'im oldu 10. N'ə daxilli 10. Daha sonra C'miz yerindədir 1, i'miz və y'imiz bərabərdir. Onda y'im nəyə bərabərmiş? 5-ə. Və məndən soruşur. 1 kiçik bərabərdirmi 5-dən? Hə. Onda n'im nə idi? 10. 10'un i'im nə idi? 1-ə. Onu 1-ə böləndə qalıq 0-dırmı? Onda c'im nəymiş? 2. C'mi dəyişdim, oldu 2. İm bir vahidi artırdım, im də oldu 2. Davam edirəm. Bunu buradan bölürəm. İndi im oldu 2. 2 bərabərdirmi 5-dən? Gəlirəm bura. Deyir ki, 10, 10. 2-yə qalıqsız bölünür, 0 alınırmı? Bəli. Onda c'm olur nə? 3, im də olur 3. İndi davam edirəm. İndi i'm oldu 3. Yenə 3 yazaq da bura. Kiçik bərabərdirmi 5-dən? Bəli. 3-ə 0-a böləndə onu xeyr alınmır. i'mi bir vahid artırdım, oldu 4. i'min 4 qiymətində. Gələm 4 kiçik bərabərdirmi 5-dən? Bəli. Yenə yoxlayıram. Yəni onu 4-ə böləndə xeyr alınmır. i'mi bir vahid artırıram. i'm olur 5. 5 kiçik bərabərdirmi 5-dən? Bəli. Gəlirəm 10. Yəni qalıqla 5-ə böləndə 0-dırmı? Bəli. Onda c'm olur. Bir vahid artır. Bayaq c'm neçə idi? C'min son qiyməti. Baxın 3. C'm oldu 4. i'm də oldu 6. Artıq 6-dırsa 6 kiçik bərabərdirmi? Xeyr. Bizdən c dəyişənin qiyməti istəyir. C də olmuşdur 4. C'nin son qiyməti oldu 4. Daha sonra 25-ci test nümunəmizə baxaq. 25-də S dəyişəninin klaviaturadan daxil edəcək hansı qiymətində proqram çıxışa 105 ədədini verər. Deməli, bu tip suallardan əslində alqoritmdə çox işləmişik. Ona görə biraz diqqətli olsaz, rahat taparsınız. Deməli, burada nə baş verir? N dəfə dövr davam edir. Düzdürmü? Mən bilmirəm də N də dövrüm. X-in qiyməti nədir? 1. Üstə gəl. 4-in. Düzdür? X-in buradakı qiyməti də bu. Bax, mənim X-im kiçikdir 20-də. Hələ dövr davam edir. Demək, mənim şərtim 1 plus 4n şərti var. Bax, o böyük bərabərdir 20 olsa, mən artıq dövrdən çıxıram. Mən S-mi çap edə də, yəni. Onda buradan da alıram ki, 4n kiçik bərabərdir 19-dan. Onda n-im də bərabərdir. Yenə təqribi 4 tam neçə? Deməli 5. N dövrümü tapdım. N'im oldu 5. Düzdürmü? N'im oldu 5. Gəlirəm burada yoxlayıram. Onda N'im 5-dirsə, baxın bura, buradan, bax bu S. Buradan yaza bilərəm dəqiq ki, 25. N'im 5-dir. 5 dəfə dövr icra olunur. S bərabərdir. S plus 2 vurulsun X var, bax bu. Mən burada ala biləcək qiymətlərə baxıram.
5 dəfə dövr düzdürmü? Onda olub S-im. S üstəgəl, S üstəgəl, 2 vurulsun, 2 vurulsun. X-in birinci nə idi? 1 üstəgəl. X-in ikinci nə oldu? 1 üstəgəl 4, 5 üstəgəl. 5-in üstünə 4. Hər dəfə 4-ün qədər 9. Üstəgəl. 9-un üstünə 4, 13. Üstəgəl. 13-ün üstünə 4, 17. 1, 2, 3, 4, 5. 5 dəfə dövrlədim mi? Bu neçə eləyir? 10, 30, 40, 45. Deməli, S plus 2 vurulsun 45 bərabərdirmi 105-ə? Mən bunu həll edə bilərəm də artıq. S üstəgəl 90 bərabərdir 105-ə, S də bərabərdir 15-ə. Deməli, mənim S qiymətim neçə imiş? 15. Burada da diqqətli olaq. Bunlardan əslində alqoritmdə həll eləmişik. Ona görə də biraz diqqətli olsaq həll edə bilərsiniz. 28-də bizə deyir ki, X və X-dir, AB həqiqi ədədlərinin klaviaturada daxil edilmiş qiymətlərinə görə X ədədinin AB parçasına daxil olub-olmadığını müəyyən edən proqram yazın. X və AB həqiqi ədədlərini, bax bu hissədə dayanaq, həqiqi ədədləri. Mən həqiqi ədəd kimi buna daxilləsəm, X bərabərdir float input. Burada bir də sual da yarana bilər ki, mən bunu B yaza bilərəmmi? Bəli, yaza bilərəm. A, B, float kimi verə bilərəm, amma istəyirəm ki, belə verək, alt-alta verək. Daha sonra A-nı daxilli. A bərabərdir float input. B bərabərdir yenə float input. İndi bizə deyir ki, bunların bu aralıqda olmağı nə deməkdir? Bir dənə bax. X-in AB həqiqi ədədlərinin bu parçada olmağı nə deməkdir? Alır da. Bax, bu A və B parçasında, X-in AB parçasında təyin olunmağı nə deməkdir? Yəni, burada var da, bərabərsizlik kimi yazsam. A kiçik bərabərdirmi? X kiçik bərabərdirmi? B şərti ödənməlidir də burada, düzdürmü? Bunu mən AND operatoru ilə verə bilərəm də. If X böyük bərabərdirmi? Şərtimi qoyun. Böyük bərabərdirsə A-dan və AND eyni zamanda X kiçik bərabərdirsə B-dən, onda deməli bu da nədirsə bura daxildir, parçaya daxildir. Nə yazaq bura? Print aiddir, daxildir. Nə bilim, parçaya aiddir. Aiddir. Düzdürmü? Əks halda else print həmin parçaya aid deyil. Deyil. Düzdürmü? Deməli, mən bu şərti gördümsə, bu da mənim proqramım artıq yazılmış olur. 26-cı test nümunəsinə 26-dan 30-a qədər biləcəsən. 2-3 tapşırıq qalıb, darıxmayın. Deməli, davam edək 26-cı test nümunəmizlə 26-29 aralığı. 30 da var elə. 26-da nə deyir? 26-da bizə deyir ki, L-i daxil edib input, L bərabərdir 0, while L fərqlidir 0-dan, hə, eyni zamanda L böyüdür 0-dan. Yox, o zaman burada düşür aşağıya R. N-in faizlə bir də bu ədədimizi götürək, tutalım. Onda alınacaq R nə olacaq? Deməli 3. Sonra tam böləcək bunu 6012. Düzdürmü? Daha sonra R. R cütdürmü? R-i yoxlayır. Bunu yoxlayır. Cütdürsə 1-ə bərabərdir. Cütdürsə 1-ə bərabərdir. Davam edir. Sonra 2-ni götürürük. Cütdür 1-ə bərabərlədir. Yes.
Bizə deyir ki, ədədlərdən hər biri üçün icra edilərsə. Məsələn, bu proqram üçün bir dəfə, bu ədəd üçün bir dəfə, bu ədəd üçün bir dəfə. Bu şərtlər. Məsələn, eynə nə daxilləmişəm mən indi hal-hazırda? 10.123. Mən bunu icra eləyirəmsə, mənə sual verir ki, hər biri üçün icra edilərsə, yes ifadəsi ekranda iki dəfə əks olacaq. Bir verir ədədi, son rəqəmi tapır. Sonra tapdığı son rəqəmi yoxlayır, görür cütlü təkdir. Cüt olanda yes çıxardır da, birə bərabər. Cüt olanda 51-ə bərabər eləyir və burada da deyir ki, yes ilə. Harda cüt varsa, bax bir dəqiqə birinci saniyə bu ekran, bu hissəsini bir də silib ekran üstü yazdım. Deməli, burada nə deyir? Bax, bir də burada diqqətli olaq. Mən 3-ü tapdım. Sonra gələm 3-ü burada yoxlayıram. 3 cütdürmü? Yəni faizlə 2-yə böləndə sıfırdırmı? Xeyr. Əgər cüt olsaydı, məsələn 2-ni tapan kimi gəlir, hə. Burada artıq dayanır. Deməli, bu üçün işləyəcək. Burada cüt ədəd yoxdur. Burada cüt ədəd var. Bu. Burada cüt ədəd var. Burada cüt ədəd yoxdur. Bizə nə deyir? Neçə dəfə yes ifadəsi? 3 dəfə. 3 dəfə icra olacaq. Daha sonra bu da rahat tapşırıqlardan biridir. 2 üstü 8. Birinci olacaq 256. 256 nədir? C. 1-ə C. Daha sonra 2 üstü 2, 4. 4'ün kubu 64. 2 de olacaq A. 2 vur 6. 6 kubu 216. Bu da olacaq Y variantı. Bunlar da rahat tapşırıq idi. 29-cu test nümunəmizə baxaq. 29-dan 30 demək olar ki, sual kitabçasında belə deyək də verilmiş cavaba uyğunluqla daha yaxşı verilmiş həll variantı. Sınaqların bəzilərində, sınaqların cavablarında çox dəqiq və çox gözəl cavab verir. Burada da 29-da çox bəyəndiyim hal oldu ki, deyir ki, əksinə, bunu biz əksinə də yaza bilərik bölməni. Məsələn, klaviaturadan daxil edilmiş en natural ədədin hər hansı ədədin faktorialı olub-olmadığı müəyyənləyən proqram yaz deyir. Məsələn, 24 faktorialdır. Bəli deyir. Məsələn, 34 faktorial deyil. 120 faktorialdır, 5-in faktorialı. Yəni, mənə deyir ki, bu hansı ədədin faktorialıdırsa, hə deyir, olmasa yoxdur. Mən bunu belə də gedə bilərəm əksinə. Və mən bu, edirəm, izah variantını daha çox bəyəndim. Natural ədəddir. Enimi daxil edirəm. Int input. Düzdürmü? Input. Biraz səliqəsiyə fikir verməyək. İ'ni verirəm 1. Faktorialımı da verirəm. F faktorial bir saniyə 1. Mən burada şərt qoyuram. While. Əgər. Faktorial kiçikdir menimdən. Əgər kiçikdirsə, düzdürmü? Əgər kiçikdirsə. Onda faktorial bərabərdir. Faktorial vurulsun. Faktorial deməkdir. F vurulsun i. Yəni faktorialı hesablasın. İ'ni də hər dəfə bir vahid artırsın. Yəni faktorialı bununla hansını belə deyək də. Bu qiymətidir i'nin. Ədəddir. Belə bir dəfə artıracaq. Bu da mənim hasilimdir. Hasil. İstənilən halda hasil ədədə, ardıcıl ədədə vurulması, yəni faktorialı verəcək mənə. Sonda isə bunu tapandan sonra mən burada bir dənə if şərti qoyuram və şərtdə deyirəm ki, f-im əgər bərabərdirsə n-ə, onda bu var. Bilsən nədir? Print. Bəli, bu artıq mənə göstərir ki, mən hər hansı bir ədədin faktorialıyam. Məsələn, neçənsə. Bəli, versin. Bəli. Əks halda, yəni bir dənə else yazsam, əks halı bunun nədir? Xeyirdir. Print. Mən qələmdə nəsə yazmır. Xeyir. Xeyir çıxmış olar. Xeyir. Çap olunmuş olur. Bu da 29-cu sual nümunəmizin izahıdır. Əslində faktorialı tapmaq rahatdır. Yəni, hər dəfə bir vahid artırdın ədədi və hasili kimi ekrana çıxartdınsa, eyni qaydanı da tətbiq edə bilərsən. Eyni zamanda onu bölmək üsulu ilə də yazmaq olar. O elə bilirəm ki, biraz sizə çətin olar, amma faktorialı işləmişik deyə alqoritmlərdən filan elə bilirəm ki, faktorialı belə yazmaq daha məqsədə uyğundur. Yəni, hasil kimi yazmaq daha doğru olardı. Birinci saniyə bunu böyüdür. Davam edir. 30-da nə deyir? Klaviaturadan daxil ediləcək en natural ədədinin bütün rəqəmlərini, enin, bütün rəqəmlərin tək olub olmadığını yoxlayan proqram yaz. Mən bir dənə natural ədəd daxilləmişəm. Birinci saniyə qələm götürək. Yenə də n bərabərdir int input. Düzdürmü? Input.
Daxillədim natural ədədimi. Mən natural ədədimi STR-a çevirsəm, n və mənim bir dənə məsələn B dəyişənim 1-dir. Mən burada for, i, in, STR-ı gəzişsəm, n və mən gəlib hər dəfə if eləyirəm. Amma bunun elementlərin i'ləri mən məcburam neyniyim? Int, yəni i edəm də, yəni ki, i kimi baxam buna. Cütdümü? Sual verirəm buna. Onda cütdüsə B bərabərdir 0. If buradan. Yəni ifin bu halında. B bərabərdir 1, yəni 1-ə bərabərdir. Yəni burada bir məsələ var da. Ədədin burada bütün rəqəmlərindən söhbət gedir. Mən hər zaman yoxlayacağam və bütün rəqəmləri olanda artıq bir haldır. Mən printdə çap eləyəcəm ki, deməli, bütün rəqəmləri təkdir. Nə bilim, hə, təkdir. Nə çıxardırıqsa. Mən biraz bunların bu printində söz yazmağa çətinlik çəkirəm. Yəni, bəli yazaq, bəli. Hə, bəli, yəni ki, şərtim nədir? Hə də yaza bilərik də. Təkdir, hə. Cütdir, hə, belə bir şey. Else əks halda print yox. Bəli, xeyr olar da, sizdə yox yazı. Biri hə, biri yox. Fərq yoxdur. Buna bu hə eləyək. Hə edək ki, hə yox olsun. Hə yox. Bu da bizim 7-ci sınavımızın izahı. Növbəti izahlarda görüşənədək. Videoya baxarkən nə aydın olmazsa, ola bilər biz də indi yenə deyirəm, ekran arxasından asan deyil dərs izahı çəkmək. Ayqaqa. Fikrimiz yayğın ola bilər. Hansısa bir sualda diqqətsizlik edə bilərik. Təbii ki, bunlar da məncə sizlər tərəfindən anlayışla qarşılanar. Əgər nəsə aydın olmazsa və yaxud da hansısa məqamlarda bizim də cüzi fikrimizdən, diqqətimizdən qaçan nələrsə olarsa, mütləq şərhlərə yazsanız çox sevinərik. Çox sağ olun, diqqətinizə görə minnətdaram. Videonu paylaşmağı unutmayın. Daha çox paylaşım edin ki, daha çox insana faydamız olsun. Yenə deyirəm, aktiv formada çalışacağam bu sınavların, izahların sizlərin diqqətinə çatdırıb. Diqqətinizə görə minnətdaram. Növbəti test sınavın izahında görüşənədək.